Mən istəyirəm təqdim edeyim Əfruz Qurbanova, Texniki Elmlər üzrə fəlsəfə doktoru, İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi. Əfruzə xanım, xoş gördük sizdə. Üzr istəyirəm, Əfruz xanım. Dünən Rasim müəllim bizim studiyadaydı. Bizim böyük alimimiz, hörmətli alimimiz, İnformasiya Texnologiyaları işinin masteri mən deyərəm, nəhəngi deyərəm. Və onunla da dil məsələsində müzakirə elədik. Bugün də Əfruz xanım da bizə o məsələdə kömək eləyəcək. Onun çox gözəl bir fikri oldu bu verilişdə. Dedi ki, bütün hallarda rəqəmsallaşması üçün, dilin rəqəmsal ehtiyatının olması üçün dilin özünün söz bazası bizə təqdim olunmalıdır. Və gəlin oradan başlayaq. Bayaqdan Sayalı xanım deyir ki, terminoloji məsələlərdə kompüter və s. texnikaların daha çox sürətlə gəldiyi bir dövrdə bu texnika müəllimlərinin, dilçilərinin, yəni o sahənin adamlarının, siz də bu işlə məşğulsunuz da, texnikada terminlərin gətirilməsi. İndi siz cavab verin. Mənim telefonumun zaryadkasını mən Azərbaycanca necə ifadə edeyim? Gün axır biz onun cavabını alacaq. Mən ona görə veriliş edirik. Buyurun. Mən də salamlayıram hamını. Təşəkkür edirəm mən də dəvət etdiyiniz üçün. Elçin müəllim, siz çox gözəl dediniz ki, biz İnformasiya Texnologiyaları İnstitutu olaraq, hətta burada Nadir müəllim də salamlayıram. Nadir müəllim də burada bir dilçi alim kimi burada oturub bizim, belə deyək, telefonun zaryadkasının Azərbaycan dilində necə olmasına belə deyək də biz baxmırıq. Çünki biz dilçi deyilik, dili söz yaradıcısı deyilik. Biz dilin rəqəmsallaşması, dilin virtual məkanda təsbit olunması, yəni Milli Terminoloji İnformasiya Sisteminin formalaşması mənim elmi işim idi. Yəni biz, bəli, mənim elmi işim idi. Bizim məqsədimiz Azərbaycanda mövcud olan bütün bu elmin və texnikanın bütün sahələrinə aid terminlərin hamısını vahid bir mərkəzə toplamaq və bunu istifadəçilərə, yəni istər alimlər, istər jurnalistlər, istər, yəni bütün hamı üçün istifadəsini təmin etməkdir. Əfruz xanım, üzr istəyirəm, bir məqam xahiş edirəm. Gəlin buna aydınlıq gətirək. Sizdən öncə Sayalı xanım buradaydı və Sayalı xanımdan dönə-dönə soruşandan sonra o dedi ki, bu mənim işim deyil, bu sahənin, yəni sizi işarə verdi. Nadir müəllim də burada da sözümü təsdiqləyər. İndi Nadir müəllim, Əfruz xanım deyir ki, bu dilçilərin problemidir. Dilçilər o sözü tapmalıdır. Sayalı xanım da sizin işçiniz. İndi baxın. Gəlin belə arayış verin. Elçin müəllim, bayaq maraqlı bir məsələ toxdunuz ki, dilin söz bazası. Bəli. Siz biləsiniz ki, bizdə yeganə haldır ki, bax mənim orada mən bayaqları Elçin müəllim dilçinin institutu ünvanında bir söz dedi, mənə aidliyi yoxdur çünki mən mətbuata da açıram. 10 il, 12 il bundan qabaq olan söz. Mən təzəyəm orada, yəni Bilirəm. Birinci dəfədir, bax Azərbaycan dilinin ən mükəmməl orfoqrafi lüğəti 1975-ci ildə olub. Əliflər Orucovun. Bəli. 2004-cü ildə ikinci əvəz. 2013-cü ildə Şərq Qərb Nəşriyyatı. 2021-ci ildə Dilçin İnstitutu buraxıb birinci dəfədir ki, Azərbaycan süni intellektin köməyi ilə biz hal-hazırda orfoqrafi lüğətin hazırlıq. Birinci dəfədir ki, Elmlər Akademiyasının rəhbərliyi ilə, İsa Ədbərli ilə şəxsən mənim söhbətimdə o biz birimizi başa düşdük, o bizə yanaşdı ki, necə bilirsiniz, mən sizlə razı. Yeniliyə meyilli bir adam olduğu üçün süni intellektin köməyi ilə Azərbaycan dilinin söz bazasını yaratdıq. Bu sir deyil. Hanı bə o? Bir dəqiqə. Yoxları deyil, deyilər yoxumuzdur. Əfruz xanım da səbr eləsin deyir. Azərbaycan dilinin söz bazası artıq bizim əlimizdədir. Biz, hörmətli keçmiş rabitə nazir neydi? Keçmişdirsə neyinirsə adını deyib? Yox, indi akademiyanın ən vacib innovasiya. Əli Abbasovun köməyindən istifadə, onların mütəxəssislərinə bir yerdə, yəni proqram təminatını onlar verdilər. Bizim söz bazamız və belə bax sizin studiyadan da Azərbaycan qəzetinə, Xalq qəzetinə, 525-ci qəzetə, Ədəbiyyat qəzetinə, bütün bunları özün nümayəndəsi burada eləşib, belə özünə bizə yaxından kömək edədilər. PDF-lərin 15 ilin, 20 ilin PDF-lərini bağışladılar bizə təmənnası. O PDF-lərin Azərbaycan dilinin söz bazasını yaratdıq. Hal-hazırda emal prosesi gedir. İndi siz dediyiniz o məsələni təkcə söhbət bundan getmir. O təkcə zaryadkadan getmir. O qədər zaryadka kimi sözlərin ən azı açıq. Bu dəqiq mən narahat edən zaryadka. Bəli, indi biz söz bazası artıq bizdədir.
Biz artıq onu yekunlaşdırırıq. Mən sizə söz verirəm, ilin sonuna kimi Azərbaycan dilinin orfoqrafi lüğətinin ilkin təməlini sizə təqdim edə Ondan Nadir biləcəyəm. müəllim, xahiş edirəm, bir dənə mənə arayış verin. Bax Bəli. burada, öz imzanızla, möhürlə təsdiqləyin ki, mən efirdə zaryadka deyəndə mənə irad bildirilməyəcək müvafiq qurumlar tərəfindən ki, rus dilində bu sözü işlədirim. Verə bilərsiniz elə bir arayış? Yox, elə verə bilmərəm, çünki artıq xalqa mən nə işlədim? hökm Mən verə nə bilməsən, işlədim? sən bunu işlətmə, bunu işlə. Əvəzinə söz verin onda. Verəcəyik söz. O 6 ay ki, mən nə işlədim burada? Arayış verin mənə. Əfruz xan, buyurun. 6 ay bu barədə danışmayın. Sizin dediğiniz gibi biz nəinki Milli Terminoloji İnformasiya Sistemi formalaşması, hətta o konsepsiya çərçivəsində onun web portalını yaratdıq institut olaraq, bizim institut olaraq. Web portalda təxmini nümunə üçün bir 6-dan çox terminoloji lüğətlərdən ora daxil etdik. Həm də çox, yəni o axtarış sistemi ilə yeni gələn terminlərin ora süzgəçdən keçirilməsi və s. Biz onun elə Nadir müəllimin institutuna, yəni Sayalı xanım gilə təhvil vermişik. Artıq Əslində Nəsimə adına Dilçilik İnstitutu, Nadir müəllimin institutu deyil, amma hər halda. İndi mənim adımı verin. Nadir müəllimin rəhbərlik etdiyi Dilçilik İnstitutu. Bəli, bəli. Təhvil vermişik və qeyd edeyim ki, Nadir müəllim indi dedi, doğrudan da həm Elmi İnkişaf Fondu ilə birlikdə mən özüm araşdırdım biraz. Nadir müəllimin rəhbərlik etdiyi institut, yəni Dilçilik İnstitutu birlikdə Azərbaycan dilinin milli korpusunu yaradırlar. Bəli. Siz bütün sirlərimizi açdınız. Onu mən də bilirdim, sizin şey yox. Ən böyük bizdə indiyə qədər çatışmazlıq məhz bu idi. Çünki digər dillərin milli korpusu var. Bəlkə də bizdə təbii dilin emalı, texnologiyaları, bəlkə o müxtəlif o süni intellekt texnologiyanın tətbiqi məhz milli dil korpusunun olmaması ən böyük problem idi. Və çox sevindiricidir ki, mən açdım bugün, gördüm ki, artıq başlayıblar bu işə və orada müəyyən qədər artıq məlumatlar, müəyyən qədər Nadir müəllimin dediyi kimi həm lüğətlərdən... Amma Əfruz xan, məsələ nədir? O korpusu sizə verməyiblər, o biri instituta veriblər. Yox, korpusu bizə Yox, bizdə xüsusi şöbə var. Süni intellekt, kompüter dilçiliyi o şöbə hazırlayıb orada. Siz dediniz axı Əli müəllimin rəhbərlik elədiyiniz. Bəs Rasim müəllimin rəhbərlik elədiyi institutu niyə verməmisiniz? Biz müntəzəm görüşürük. Yox, görüşməyinizi demirəm. Yox, konferanslar keçiririk. Onlar bizim əməkdaş, həmin kompüter dilçi əməkdaşı orada fəaliyyət göstərir. Bilirəm, Əfruz xan konkret o işlə məşğuldur. Yəni terminoloji aparatın formalaşması. Doğru deyirəm. Yəni o birinci onda olmalı idi, yoxdur onda. Yox, biz hər şeyi danışa bilmərik, deyə bilmərik sizə. Bu bir aydan sonra biz hər şey məlumat verəcəyik. Süni intellekt, kompüter dilçiliyi Azərbaycan dilinin korpusunu yaradıb. Bəli. Rasim müəllimin köməyinə, o da bizə qoşulub. Əli Abbasov İnstitutunda proqram burada. Məsələn, biz deyəndə ki... Bu ictimaiyyətə açıq olacaq. Hamısına, bəli. Belə məxsus saxlayış Süni intellektin köməyi ilə lüğət hazırlama. Elə çıxır ki, hansısa bir robot bizə götürüb söz verir. Elə deyil. Bax, o proqramistlərin köməyi ilə biz, bax, bu... Yeri gəlmişkən, proqramist deyilməlidir, yoxsa proqramçı? Proqramist artıq bizim oturub dilimizə oturub. Yox, Əfruz xan deyir, proqramçı. O da ola bilər, bu da ola bilər. Hansı olsun? Proqramçı. Niyə proqramist deyirsiniz? Biz, axı, bu axınla ümumiyyət bizdə analıq var, axı. İst sözü ilə, şəkilçi ilə, dilə elə belə söz gəlmir. Deyirsiniz ki, olmamalıdır. Metod Yox, bizdə analıqlar olsun, o da ola bilər. Gəlin müəyyənləşdirək hansı olacaq, olmayacaq. Mən qaldım belə. Yox, gəlin belə danışaq. Bir vaxtlar... Gəlin belə danışaq, reklama baxaq. Reklamlara baxdınız, biz əslində bu dəqiqə onu müzakirə edirik. Biz necə danışaq ki, həm dilin qaydalarına uyğun olsun, həm ümumilikdə olsun, dilimizə rahat yatsın, hamı anlasın. Bax, məncə biz bunun açarını itirmişik. Yəni, sözün böyük mənasında itirmişik. Elçin müəllim, necə tapaq bax bu açarı? Açar dilinin özündə də əslində onun kənarda axtarmağa ehtiyac yoxdur. Yəni, çox mürəkkəb bir sual verdiniz nəticə etibarilə. Mənə gəlir ki, burada çoxsaylı komponentlər var əslində dilin işləməsinə mane olan, işlək olmasına mane olan. Biz daha çox bu dərsliklərin dilindən danışdıq və amma çox vacib faktordur, yəni çox vacib elementdir. Amma bununla paralel olaraq da bizə bu gün dərslikdən daha çox ictimai təsir göstərən
amillər hansılardır? Yəni ortamdan söhbət Bəli. gedir, virtual ortam, sosial şəbəkələrdə Razıyam. Azərbaycan dilindən istifadə, eyni zamanda daha öncə mahnı mətnləri ilə bağlı danışdıq. İnsanlar daha çox nəyi dinləyirlər? Bu gün Azərbaycan vətəndaşının əhəmiyyətli hissəsi öz vaxtını Azərbaycan telekanallarının qarşısında keçirmir. Baxmayaraq ki, təslər olsun ki, telekanallarımızda da eyni zamanda Azərbaycan dili ilə bağlı, ondan istifadə ilə bağlı çoxsaylı problemlər var. Amma əksəriyyət daha çox sosial şəbəkələrin, TikTok platforması və s. orada dildən əsər əlamət yoxdur. Orada əslində nümunələr yaratmaq lazımdır. Yəni, indiki şəraitdə biz qadağalarla çıxış edə bilmərik. Sanksiyaların tətbiq olunması bu prosesə o zaman bir TikTok polisi yaratmalıyıq, bir Facebook polisi və yaxud Instagram polisi. Bu da mümkün olan məsələ deyil nəticə etibarilə. Amma biz yaxşı nümunələr yarada bilərik. Yəni, Azərbaycan dilini, Azərbaycan dilində mən bunu istifadə edim, çünki alternativ yoxdur, kontentləri təqdim edən məzmundur da əslində. Məzmun da tam ifadə eləmir. Çünki məzmun deyəndə burada yalnız mətndən söhbət gedir mahiyyət etibarilə. Amma burada kontent təkcə mətni ifadə eləmir, axı video kontent. İndi kontenti saxlayaq, yoxsa məzmun kimi deyək? Dilimizə daxil olur mahiyyət etibarilə. Mən razıyam, məzmun da sözünü bilirəm, bunu da bilirəm. Amma tam ifadə eləmir Elçin müəllim, bildiyimiz kimi. Və o kontentlərin, o məzmunların yaradılmasında, o hekayələrin yaradılmasında mükəmməl Azərbaycan dilində alternativlər təqdim etmək lazımdır cəmiyyətə. Alternativ yoxdur, hara üst tutsun. Onun dinlədiyi, onun qarşılaşmaq istədiyi məzmunlardan söhbət gedir. Şimdi bilirsiniz, insan maraqlıdır, çox üzr istəyirəm. Tutaq ki, kosmetika ilə maraqlanır bu və yaxud hansısa digər deməli, gündəlik həyat tərzi ilə olan məsələ. Bax, həmin təqdimatı Azərbaycan dilində verən insanları dinləməlidir. Müasir sözlərdən Azərbaycan dilinin bütün qanunlarına uyğun şəkildə ifadə eləyək. Bu alternativləri yaratmaq lazımdır ki, onlar yavaş-yavaş sıradan çıxsın. Amma bura sanksiya tətbiq eləyək. Reklam haqqında qanun var, elə bu günə qədər tətbiq eləmə istiqamətində addımlar atmaq mümkün deyil. Çünki əgər deyək ki, reklam lövhələrində xarici sözlərin Azərbaycan dilində olan sözlərdən deməli 3 dəfə kiçik yazılması və s. və ilaxıl brendin necə göstərir. Bütün detallar yer alır. Tətbiqi mümkün deyil. Çünki bu qədər insan yoxdur ki, Azərbaycan kəndlərindən başlamış Bakı şəhərinin bütün baqqal dükanlarına qədər reklam lövhələrinə baxıb orada düzəliş eləsin, onun nə dərəcədə düzgün yazılmasına nəzarət eləsin. Və ya menyuların formalaşması istiqamətində menyu sözünün alternativi varmı Azərbaycan dilində? Yer gəlmiş onu necə yazaq? Menyu yoxsa menyu? Bax, bayaq da sual verdim sizə. Üzr istəyirəm. Gəldiniz, çıxdıq kompüter sözünə. Bax, görürsünüz. Bizim dilimizdə ütü sözü var. Rusça utuk. Analogu necədir? Ütü. Demək ki, kompüter olmalıdır analoqla. Amma ütü sözü, utuk sözünün də kökü türk sözüdür. Yox, bilirəm. Bəs menyu? O da gəlin menyu olmalıdır. Menyu yox. Menyu. Bəs ü. Başqa, əgər, bax, bayaq siz Əfruz xanımın mənə üzrə qoydunuz. Bax, indi ona üzr istəyirəm. Bütün onlara, hamısına bir nəzarətçi tətbiq eləyənmir ki, o məşhur ifadə. Nəzarətə nəzarət, ona da nəzarət, ona da nəzarət nəticə etibarilə, yəni faktiki olaraq sanksiyaların həyata keçirilməsi ilə heç kim məşğul olmur. Amma elektron sanksiyalar var. Dünən Rasim müəllim mənə dedi ki, verilişdə elektron proqramlar hazırlamalıdır. Vurur deyir, o sözlər səhv yazılanda vurur. Dərhal vurur, dərhal müdaxilə eləyir və eyni zamanda. Amma yazılı tutaq ki, printdən söhbət gedir. Düz formasını verən yoxdur. Şimdi restorana girirsən və restoranda tutaq ki, orada Azərbaycan mətbəxinə aid olan yeməklərin adlarının yazılması ilə bağlı. Bunlar detallardır, amma insan şuuruna təsir göstərir. Dilin qorunması kompleks anlayışdır. Bu mətbəxdə də qorunmalıdır. Məişətdə də, telekanalda da, təhsildə də, universitetdə də, akademiyanın özündə də hər yerdə qorunmalıdır. Nəticə etibarı. O baxımdan detallara nəzər salaraq mən alternativlərinin və analoqlarının yaradılmasının tərəfdarıyım. Mən də onun tərəfdarıyam. Və təqdimat bu istiqamətdə. O baxımdan da yenə də mən cənab prezidentin çıxışına qayıdaraq qeyd
deyirəm ki, o məsələnin təbliğat hissəsi ki, o vacib elementdir. Təbliğat Haqlısınız. hissəsində də ciddi şəkildə bir prosesin fəaliyyətini Və bu təbliğat baxımından yeri gəlmişkən hələ də Bakının özündə belə bu çay dəstgahı sözü məsələsində aləm qarışır bir-birinə. Yazanda mütləq dəstgah yazırlar. Hardan götürüblər mən bilmirəm. Fars sözü dəstgah. Aydındır, amma deyəndə də dəzgah deyirlər. Bir dəfə də biz getmişdik, deyirlərsə çay dəzgahı gətirmədim, yəqin nəsə bir qurğu gətirəcəklər, çay özümüz dəmləyəcək. Sən demə, bunlar dəzgah demək istəymişdir. Demək, bunu çıxardaq da, çay süfrəsi deyək də. Mən Elnarə xanıma mütləq söz verməliyəm. Üzr istəyirəm, Elçin mənim çox maraqlı bir məsələyə toxundu. Dilə gələn sözlərin cavabını verdi. Özü də bilmədən. Məzmun sözünü. Baxın, nəyə təklif ediniz bayaqlar? Başqa söz. Content. Nəyə görə alınma söz işlənir? Bax, o məzmun sözü başqa ifadə eləyir. Bəli, məzmun sözü başqa mənalarda ifadə edir. Ona görə siz bu qənaət tamamilə doğrudur. Yəni biz də elmi hər yerə yazırıq, content analiz. Məcburuq. İndi baxın, bizim məzmun təhlil yazmırıq. Getmək sözü var. Getmək sözünün Azərbaycan dilində 35 mənası var. Yola getməyə, sözə getməyə, fikri. Bu ona görə terminləri qoşanda problem yaradır. Gəlmək sözün bizdə 25 məna var. Ona görə Elçin mənim dilini onu da haqq qazan. Nadir müəllim, bu iki söz bir-birinin yəni o əvəzləyə bilir tam bütün mənalarda. Yox, söhbət odur ki, alınma sözlər niyə istifadə edir? Ona görə ki, onlar bir məna ilə dilə daxil olur. Fikrin yayınmır. Ancaq bax, indi bu misal çəkdim, getmək sözünün Azərbaycanda 35 mənası var. Hansı formada yəni konkret detala vurğu edəndə biz alınma sözü istifadə edirik. Ona görə bax, görürsünüz, onun dilində bir həqiqət var ki, alınma sözü olanda fikrin yayınmır. Konkret bir məzmun, bir tərəfə yönəlir. Bayaq indi yenə Əfruz xanımın ekranda da görürəm. Qoy sizin fikri cavab verim, sonra ürəyimdə qalar. Deyirsiniz ki, niyə çi, niyə ist? Bizdə metodik sözü işlənir. Metodçu deyə bilərsiniz, yox. Fikir yayındır, başqa istiqamət. Ona görə dildə analoqu olmayan söz işlənmir. Mən isti soruşmadım. Mən konkret sözlə proqramist deyil, yoxsa proqramçı. Mən ona görə deyim ki, dildə sözün şəkilçi var. O da düz deyir. Əsrin əvvəlində bizim dilimizdə stansiyon radiostansiyon. Onun dildə analoqu olmadığı üçün o oldu stansiya. Ancaq siya vardı. Bax bu mənada, bax bu metodistin iş şəkilçi bizdə analoqu olduğu üçün belə dedim yol belə. Bunlar belə ciddi faciə problem deyil. Çı da deyə bilər. Ancaq metodçu deyə bilmərik. Bu da var. Bayaq o problemlərin kökünə dediniz ki, hansı səbəblər? Mənə elə gəlir ki, o səbəblərdən biri də bugün mütaliənin azlığıdır, yoxa çıxmasıdır. Mən dedim, Nadir, mən hamı oxuyur. Yox. Bu istisnalar təbii ki var. Hər kəs özünə uyğun ol. İntellektual gəncliyi də var, xüsusən ədəbiyyatda. Yəni bu istisnadır. Amma deyək ki, bugün yəni etiraf edək ki, universitet auditoriyalarında mütaliəsiz, yəni ötürülən təhsil ayrı bir şeydir. Mütaliəli gənclik ayrı bir şeydir. Və bu mütaliə birbaşa bax dediyimiz o dilin zənginliyinə, nitq qabiliyyətinə, beynin açıqlığına təsir edən birbaşa başlıca amildir. Məsələn, bu yaxınlarda indi bir 2 ay olar Qəşəm Nəcəfzadənin verilişində uşaq ədəbiyyatı ilə bağlı dəvət almışdıq. Orada yəni universitet tələbələri dəvət olunmuşdu. Yəni verilişin formatı elədir ki, onlar sual verməliydilər. İnandırıram sizi, onlar sual verə bilmirdilər. Yəni bu nə ilə bağlı idi? Bugün mən elə gəlir ki, bu birbaşa mütaliənin yoxluğuna dayanan bir amildir. Bilirsiniz, yəni bayaq bir məsələyə toxundunuz ki, yəni o özünü ifadə edə bilməmək. Mütaliə az olanda insan özünü ifadə edə bilmir. Çünki beyin qaranlıqlaşır və müəyyən o özünü elçiləndiriyor, o dil dolaşıqlığı yaranır. Məsələn, çox vaxt jurnalistləri günahlandırırlar ki, mən bu cür dedim, jurnalist təhrif edib. Bəlkə də amma jurnalist olanı yaz, o özünü düzgün ifadə edə bilməyib. Yəni bax, bu məqamlar çox ciddi məqamlardır. Məsələn, biz nə qədər yəni inkişaf əsrindəyiksə, nə qədər texnoloji inkişafdan danışırıqsa, amma eyni zamanda gəlin o milli dəyərlərimizin özünündə dayanan mətnlər var da. Yəni bugün dilimizin də birbaşa funksionallığında dayanan ədəbiyyat mətnləridir. Məsələn, bugün biz dərsliklərdən əvvəl klassik ədəbiyyatımızı bir kənara qoyuruqsa, ən lazımlı nümunələrini vermiriksə, yaxud deyək ki, Abbas Səhət niyə sinifdən xarici oxu kimi tədqiq olunmalıdır, tədris olunmalıdır? Yəni bir də bugün dərs yükünün ağırlığı, bugün şagirdləri hərdən fikirləşirəm, heç qınamaq da olmur. Dərs yükünün ağırlığı o qədər çoxdur ki, bu uşaqlara mütaliə imkanı tanımır. Dərsə gedir, oradan repetitor yanına gedir, oradan alaqaranlıqda, hava qaranlıqlaşmamış evə qayıdır və yenidən sabah eyni proseslər təkrarlanır. Yəni bu mühitdə, belə bir ab-havada, yəni şagird əlavə
yəni bu mütaliəyə necə vaxt tapsın? Halbuki bizim dövrdə necə idi? Biz Səməd Vurğunu dərslikdən oxuyurduq, sonra Şəhriyarı, digər şairləri gedib əlavə kitabxanadan oxuyurduq və bu bizim dilimizə, zehniyyətimizə, nitqimizə birbaşa təsir edirdi. Biz o şairləri tanıyırdıq və eyni zamanda dil bazamızı nə qədər genişləndirirdik. Nitqimiz, həyata baxışımız, həyat zövqümüz, xəyal çevrəmiz nə qədər genişlənirdi. Bugün xəyal çevrəsi daralmış bir gənclik yetişir. Siz onların mətnlərinə baxın, nə qədər depressiv bir durum hakimdir. Yəni bunun özü nədən qaynaqlanır? Bugün gənclik işıqla, ümidlə, sevgi ilə dolu olmalıdır. Amma bugün yetişən gəncliyin şeirlərinə baxan nə qədər bir depressiv ab-hava var, pessimizm var. Sanki bütün dünyanın yükü bunlara yəni yüklənib. Özü predmetsiz yükdür ha. Yəni predmet yoxdur depressiya. Bəli, inersiya kimi gəlir və bir çökür hamısına, bir-birini təkrarlaya. Yəni ədəbiyyat sanki 90-cı illərdə biz Sovet dil mühitindən imtina elədik. Yeni postulatlar gəldi və ədəbiyyat, mən bir yazımda yazmışdım ki, şərq ilə qərb arasında qalıb özünə çıxa bilmir. Öz oxu ətrafında fırlanır. Bugün də müəyyən deyək ki, biz dilimizi zənginləşdiririk, müəyyən terminlər gətiririk, müəyyən demək ədəbiyyatların, cərəyanların o terminlərini, yeni anlayışlarını gətiririk, onların izahını verməyə çalışırıq. Amma etiraf edək ki, bugün yəni o qızıl orta deyilən bir şey vardı. O ədəbi milli dəyərlər üzərində pərvəriş tapan dilin saflığı. Bax, onu sanki biz yetəri qədər bugün biz aşılaya bilməmişik. İstər orta məktəbdə, istər gənclərimizə. Haqlısınız, İnara xanım. Və burada ciddi məsələlərdən biri də lüğətin, baxın, indi mətbuatı deyirik, mətbuat da bu işdə çox fəaldır. Çünki bugün mətbuatda çox oxuyurlar. Yazılı mətbuatda bir problem var ki, orfoqrafiya lüğəti bir neçə dəfə dəyişdi və çox ciddi fərqlər olan məqamlar var. Bizim jurnalistlər də bundan əziyyət çəkir. Amma ən dəhşətlisi odur ki, orfoepiya lüğəti yox idi bugünə qədər. Çıxdı ən nəhayət. Hazırdır, Nazirlər Kabinetindən təqdim eləmişik. Orada müəyyən dəyişikliklər var. Keçmiş orfoepiya lüğətindən, məsələn, konkret... Keçmiş neçənci ildə çıxmışdı? Çoxdan çıxıb. Bizdən başqa tələbə qəbul komissiyası buraxır. Yox. Bax, Dilçilik İnstitutunun orfoepiya... Hardasa bir 20 il bundan qabaq. Məncə daha çox. Ola bilər, biraz da çox olsun. Ayrı adamlar buraxır. Əziz Əfəndizadə buraxır. Bəli, amma o mükəmməl deyil də axı. İndi Nazirlər Kabinetinə biz təqdim eləmişik. Mən şəxsən deyim, yenə biraz pis çıxır. Bayaq Əfruz xanımdır, Nadir müəllim var. Biraz pis çıxır. Anda deyim sizə. Mən instituta gəlməmişdən qabaq orfoepiya lüğəti hazırlanmışdı. Ancaq elə ki, aldım əlimə, baxdım, gördüm, burada nə qədər ciddi məsələlər var. Və ötəri keçir, ona görə dayandırdıq. Yenidən tərtib oldu, 2 dəfə artırıldı. Məsələn, konkret bir fakt deyim. Məsələn, orada bir bənddə yerləşdirir aeroport sözü. Bir canlı danışıqda kim deyə bilər ki, aeroport? Heç kim. Demək, orada bir y ünsürü əlavə olmalıdır? Olmaz. Demək, bu bəndə ayrıca verdi orada. Bu tipdə xeyli belə dəyişikliklər var. Bəs o hazırlayan adamlar bu qədər xərc çəkildi, vaxt getdi, məlum oldu ki, iş tamamilə deyil. Biz vermişik Nazirlər Kabinetinə. Bir nəsil getdi televiziyada. Mən onun tərəfdarıyam ki, yəni orfoqrafiya lüğəti, orfoepiya lüğəti vahid bir struktur tərəfindən təqdim olunsun. Onun alternativləri verilməsin. Məsələn, tərcümə mərkəzi çıxartmışdı. Yəni, bağlandı da ora. Müəllimi nəyə istinad etsin? Orfoqrafiya lüğəti buraxmışdılar 60.000 sözdən də o bağlandı o idarə. Məsələdə alternativlərə gətirək. Yaxşı, başqa bir problem. Hardan götürür? Başqa bir problem. Gəl belə danışaq. Və yaxud Azlex hardan götürür sözü? Və yaxud da başqa saytda bu sözləri hardan? Və yaxud da mənim sizin öz saytınız olsun da, orada lüğət olsun da sözlük. Yoxdur. Var orada. Elektron axtarış var dilçilikdə. Yox, indi yox. PDF var da. İndi yeni variantını hazırlayırıq. İndi verəcəyik. Nadir mən nə vaxt? Bu artıq üzr istəyirəm, bu artıq təkcə elektron deyək, sadəcə sayt formasında və yaxud hansı formada olmalı deyil. Eyni zamanda tətbiqlər artıq Bəli. Hətta chat formasında olmalıdır. Yəni süni intellekt smartfonlardan istifadə edirlər. Mən bir məqama bircə dəqiqə etməm, toxunacaqsınız. Mənim bir sualım var Əfruz xanım. Əfruz xanım, bizim ən böyük problemlərimizdən ən başlıca problem odur ki, Microsoft'un belə proqramlarında, yəni biz Windows'da işlədiyimiz proqramlarda, mən Apple-ı deyə bilmərəm, işlədiyimiz proqramların heç birində Azərbaycan dilinin redaktoru işləmir. Nə də T9 telefonlarımızda işləmir. Yəni söz təklifi yoxdur. Digər tərəfdən Google axtarış sistemində Azərbaycan dilinin dəstəyi yoxdur demək olar ki. Yəni ən azından sözü səhv yazanda o təklif belə vermir. Halbuki 1 milyonluq Eston dilində verir. Niyə və nə vaxt yaratmalıyıq? Elçin müəllim, elə bayaq biz dedik ki, o Azərbaycan dilinin milli korpusunun olmaması əslində Google hardan götürür informasiyanı?
bütün hamısına, bütün dillərin milli korpusları var. Orada çoxlu tək milli korpus o demək deyil ya, Azərbaycan dilinin yalnız qrammatikası. Xeyr, bütün ədəbiyyat var. Nadir mənim çox gözəl dedi ki, o qəzetlərin falan bütün materiallar ora yığılmalıdır. Google niyə yaxşı tərcümə eləmir? Xeyli düzəlib. Yəni buna etiraz etməyək ki, Google-da Azərbaycan dilinə tərcümə xeyli düzəlib. Tərcüməni demirəm mən. Axtarış sisteminin. Sizin dediyiniz kimi, axtarış sistemi də o cürdür. Axtarış sistemi hardan tapmalıdır? Axtarış sistemi gedib, o rəqəmsallaşdırılmış milli korpusdan əldə etməlidir. Yəni o korpus olmadıqca, amma mən açdım, baxdım, mən gördüm ki, Nadir müəllim xeyli işləyiblər. Yox, mən demirəm pis işləyiblər, yaxşı. Başqa şey soruşmaq istəyirəm. Kifayət qədər deyil, təbii ki, o iş davam edir. Əfruz xanım, Google axtarış sistemi təxminən 25 ildir mövcuddur. Və bu dəqiqə süni intellekt də eyni axtarış eləyir və bütün sistemlərdə eyni məntiqlə işləyirlər. Ola bilər bir algoritm fərqləri olsa, amma məntiq eynidir. Biz doğrudanmı bu illər ərzində bu korpusu yaradıb qoya bilmədik? Tutaq ki, Moldavan dilinin var. Bütün dillərdə var. Və niyə Azərbaycanca yoxdur? 50 milyonluq Azərbaycan xalqının korpusu yoxdur. Kimdən? Mən indi gəlmişəm və dərhal bu işə başlamışam. Elçin, mən sizdən soruşuram. Niyə 50 milyonluq Azərbaycanlının dərhal bu işə başlamışam? Microsoft proqramlarına, tutaq ki, sənədləşmə işlərinə inteqrasiya olunurmu Azərbaycan dili? Olunmuyor. Niyə olunmuyubdur Əfruz xanım? Elçin mənim bir məsələ də var ki, istənilən bizdə yaradılan internet resursunda Google Analytics deyilən o sayğac var. O sayğac yerləşdirilməlidir ki, axtarışa veriləndə ilk olaraq sizin dediyiniz istənilən bir söz və yaxud bir ifadə, yaxud bir cümlə orada çıxsın. Yəni, bəzən ola bilsin bir veb-sayt olanlar bunu o qədər də yaxşı bilmədən. Burada Google üzərindən məsələyə yanaşılmasını mən deməli, doğru hesab eləmirəm o qədər. Səbəb nədən ibarətdir? Yəni, burada peşəkar internet resurslarının yaradılmasından gedir söhbət. Söhbət peşəkar internet tərcümə saytlarının yaradılmasından gedir. Tərcümə proqramlarının yaradılmasından gedir. Azərbaycan dilinin lingva və digər platformalara daşınmasından gedir. Bazı olaraq daşınmasından gedir. Yəni, məsələni Google müstəvisində, yəni ödənişsiz bir platforma müstəvisində çəkmək qənaətimə görə doğru deyil. Yəni, Google bizim yerimizə Azərbaycan dilinin saflığını qorumaqla məşğul olmayacaq, heç buna borcu da yoxdur. Nəticə etibarilə məşğul olsun. Proses dəyişir, sürətlə irəliləyir. Vaxtilə mən çap mediasında da elə siz də çalışmışsınız, internet mediada da çalışmışam, ən müxtəlif telekanallarda da vaxtilə korrektor institutları var idi və peşəkar şəkildə indi yoxdur o institutlar. Yoxdur, olmayacaq, çünki nəticə etibarilə çap mediası artıq təəssüflər olsun ki, sıradan çıxmaq üzrədir. Tam sıradan çıxmayacaq, amma nəticə etibarilə biz artıq mənzərəni görürük. İnternet resurslarında da yəni əmin o korrektura deməli işini yalnız böyük və peşəkar mətnlər üzərində eləmək mümkün. Təsəvvür edin ki, informasiya yayımının sürəti saniyələrlə ölçülür. Bu saniyələr içərisində istənilən resursun marağı var ki, xəbəri daha tez çatdırsın. O korrektura səhvi də olacaq orada, redaktor səhvi də olacaq, sürətlə baxın. O baxımdan da artıq proqramlar işlənməlidir bununla bağlı. Mən elə təxminən üzr istəyirəm. Bir deyək 15 il bundan qabaq Türkiyədə, mən elə Avropa ölkələrindən danışmıram, Hürriyyət, Milliyyət və digər qəzetlərin redaksiyalarında korrektura prosesinin, korrekta prosesinin tamamilə elektron qaydada keçirildiyin şahidi olmuş. Böyük ekranlarda və tətbiqlər hazırlanaraq həyata keçirilir. 15 il bundan qabaq danışıram. Azərbaycanda elə bu sistemi yoxdur. Elə mən print mediadan, çap mediasından danışıram. İnternet mediada artıq avtomatlaşdırılmış olmalıdır bu sistem. Əlbəttə. Avtomatlaşdırılmış şəkildə sənədlər üzərində korrekta səhvlərini, redakta səhvlərini üzə çıxartmalıdır. Məsələyə mənim qənaətimə görə elektron sistem üzərindən, informasiya texnologiyaları kontekstindən yanaşırıqsa, müstəvisindən, anlamından yanaşırıqsa, məhz bu müstəvidən yanaşmalıyıq və burada artıq sürət hər şeyi həll edir. Baxımdan oturub gözləmək günlərlə, aylarla ki, dilin problemlərini nə vaxt həll eləyəcək, mən əslində niyə gözləyirsiniz Əfruz xanım? Uğramaya daha çox uğrayacaq, daha çox yəqin dilim korpusunu gözləyir. Biz də söz verir ki, dilim korpusu hazırlanan kimi Rasim müəllimlə biz görüşəcəyik.
dil ilə həll edəcək. Əfruz xanım, Nadir müəllim, üzr Təşəkkür edirəm, Nadir istəyirəm. müəllim. Amma Azərbaycan Nadir prezidenti müəllim, dedi bu sözü ki, 50 milyonluq Azərbaycan xalqının Bəli. dilidir. Və mən çox bu mənada vicdan əzabı da çəkirəm və çox narahatam ki, 50 milyonluq Azərbaycan xalqının dilinin korpusu olmadığı üçün hələ də, baxmayaraq ki, Dilçilik İnstitutunun neçə illik tarixi var? 80 illik qeyd olundu. 80 yaşlı Dilçilik İnstitutu bu 80 ildə ən az bu korpusun yaradılması üçün 80 iş görübmü sualı yaranır və niyə yaranmayıbdı? Çox ciddi sualdır bu. Biz bugün dilimizin qorunmasından danışırıq və minlərlə sizə nümunə göstərə bilər. Elnarə xanım da, mən də, Elçi müəllim də, çünki biz kompüterdən çox istifadə edirik. Dil mətn yazanda və yaxud da redaktə edəndə elə az saylı xalqların dillərində o korpus var ki, 50 milyonluq Azərbaycan xalqının dilində olmaması, mən bilmirəm, Yəni, izahı mənə yox. təşəkkür eləyəsiniz bu ki, mən başlamışam bu işə və sonra kimi yerinə yetirəcəm. Əlbəttə təşəkkür edirəm. Amma proses Olmayan şeyi yoxdan var eləmişik. Heç kimin ağlına gəlmirdi. Mən sadəcə baxdım, Tatarlarda var, Qazaxlarda var, Özbək. Niyə bizdə olmasın? Təsəvvür edirsiniz, Bu, 50 milyonluq Azərbaycan xalqının yoxdur. Məsələni qaldırdıq, rəhbərlik dərhal razı oldu, eləyə bilərsiniz, eləyin, dərhal bir komanda yığıb və bu işə başlamışıq. Buyurun. Bu məsələ ilə bağlı institutunuzda aparılan bir işlə də bağlı demək istəyirəm. Elə dünyada 50 milyondan yuxarı Azərbaycanlı var. Bunun 35 milyondan yuxarı xarici ölkələrdədir. Təbii ki, o xarici ölkələrdəki o dillərin təsiri altında ölkə prezidenti Akademiyanın 80 illik yubileyində çox gözəl bunu vurğuladı. Azərbaycan alimləri qarşısında çox böyük vəzifələr qoydu ki, onlar o məişət dili ilə daha çox istifadə edirlər, ədəbi dil istifadə edə bilmirlər. Bu da təbii haldır, çünki xarici dildə təhsil alırlar və s. Yəni 35 milyondan yuxarı bizim xalqımızın nümayəndələri. Ona görə bizim institutumuzda transliterasiya, yəni hərflərin analoji çevrilməsi, bununla bağlı bir sistem yaratdıq. Qeyd edim ki, o sistemi də səhv etmirəmsə, ya Ədəbiyyat İnstitutu, ya Dilçilik İnstitutuna təhvil vermişik. O sistem onlar da necədir? itiriblər. Yəni, bizim dilimizdə olan fərz eləyir. Hanı sistem, Əfruz xanım, hanı və sistem işləyir? O sistemi biz təhvil vermişik. Yəni, müəyyən ola bilsin o sistemin intellektuallaşdırılması ilə bağlı indi bizdə artıq elmi fəaliyyət Sizə təhvil veriblər eləsin. Əfruz xan, qoy fikrim tamamlasın. Yox, təhvil veriblər, yoxsa yox sistemi? Məhkəm kiməsə Bu verib mi? sistemi Kimə veribsiz? mən sizə mənasını deyim ki, nə qədər yaxşıdır ki. Bilirəm, təsəvvür kimə edin. verib sizə Əfruz xanım? Biz o sistemi səhv etmirəm, ya Ədəbiyyat İnstitutu, ya Dilçilik Yox, Ədəbiyyat İnstitutu vermir. O Elmari xanım, siz bilərsiniz. Biz sistemi işləmişik. Amma yoxdur Yəni- sistem. Bax, siz işləyibsiz, veribsiz, institut da itirib. Və belə olmur. Yox, Yəni itirməz. Rusiyada olan vətəndaş Rus qrafikası ilə Bəli, yazanda Azərbaycan məlumatı çox gözəl oxuyub. və əsas elə odur da, bax o lazımdır bizə. Transkripsiya Bəli, bununla biz- bağlı bizdə proqram bu Elçi işləmiş. müəllim bir təxminən 15-20 il bundan qabaq istifadə edirdik də biz. Biz sonuçta. eləyirdik. Əlbəttə, Bəli, amma deyir mediasında. hazırlamışıq, onu itiriblər. Aydındır, bunu da həmin dövrdə akademiya hazırlamamışdı. Dilmanca adında bir proqram var idi Bunu, Azərbaycanda, proqram- sayt var idi. Oradan neçə dənə belə proqramlar yüklüydü. İndi o sayt da bağlandı. Bağlandı. Sizin də bir dənə saytınız var, Onu bizim azərbaycandil.az. proqramçılar O da hazırlamışdı. düz əməlli işləmir, yeri Biz gəlmişkən. çalışacağıq. Hə, Əfruz xanım. O qrafikaların, yəni Rus Azərbaycan, İngilis Azərbaycan, o qrafikaların bir-birinə belə deyək də uyğunlaşdırılmasının standartı. Mənə elə gəlir ki, Nadir müəllim yadınızdadır, bilmirəm, Ədəbiyyat İnstitutu falan biz də bir yerdə idik. Sizə veriblər Nadir müəllim. Mən xatırlamıram. Elə bir şey olsa Məncə o dərhal istifadə edin. institutlarda, Ədəbiyyat İnstitutunda standartları O ədəbiyyat deyil, biz Dilçilik İnstitutuyuq. daha çox vaxt sərf edirlər. Çünki bunun o standartlara uyğunlaşdırılması da əsasdır. Bizdə biraz problem də ondadır ki, müəyyən Mənə hərdən elə standartlar- gəlir ki, Azərbaycan elminin alimləri arasında, institutlar arasında koordinasiya problemi var. Bəli. Və çox ciddi var. Təntəraqlı rəyasət heyətləri və yaxud da iclaslar eləməklə deyil. Yəni koordinasiya problemi var. Burdan bura Dilçilik İnstitutu ilə İnformasiya Texnologiyaları İnstitutunun arasında çox az bir məsafə var. Yəni bir bina Biz məsafəsi var. struktura aid deyilik. Biz Bilirəm, Elmlər struktur Akademiyasına aid. dəyişiblər. Onlar təhsil nazirinə aid. Bina ki yaxındır, Yaxın deyil. bilmirik harda itibdir o material. Amma biz eyni struktura aid olanda biz yol çox yaxşı bir konfrans keçirdik. Azərbaycan dilinin İKT problemləri. Bir də eləmişik. Amma həll eləyənmədiz problemləri.
Yox, niyə həll eləməmişik? Mən deyərdim ki, bir çox problemlər. Yəni bizdə çox tədqiqatlar da var, inkişaf da var. O institutlarla birgə bizim işlərimiz də var. Əfruz xanım, üzr istəyirəm. Dilmanç layihəsi sizin idi? Sizin institutun idi? Necə? Dilmanç layihəsi Bu sizin institutun. Əli Abbasovun Rabitə Nazirliyində işləyəndə bizim işçimiz Məsud Niyə bağlanıb? Bağlandılar çünki özünü doğrultmadı. Kifayət qədər tərcümə düz eləmədi. Bu çox problem çıxdı. Yaxşı, alternativ nə qoyduq? Heç nə. Bağlandı, Rabitə Nazirliyi bağlandı, başqa struktur yarandı. O adamlar da dağıldılar. Onların da bir hissəsi, bax elə Əfruz xanım institutunda işləyir, biri bizdə işləyir, biri başqa institutlarda. Hər iki yığıb bunları toplayıb yeni bir proqram hazırlayan, o bizə aid deyil. Yəni bizim strukturumuz proqramist deyilik biz. O yəqin ki Hörmətli Elçin müəllim, hörmətli Elnarə xanım, siz hər ikiniz həm də Səhv eləmirəmsə Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvüsüz. Bəli. Ona görə də bu məsələnin nə qədər ağırlı olduğunu mən istəyirəm artıq deputat kimin və komitə üzvü kimin, bayaqdan biz sizdən yaradıcı insanlar kimin, elm adamı kimin, ədəbiyyat adamı kimin, baş redaktor kimi, jurnalist kimi danışırdıq. Amma indi son bir dəqiqəmiz var və sadəcə olaraq sizdən xahiş edirəm. Azərbaycan prezidenti də qeyd etdi. Biz də hamımız məsuliyyətimizi anlayırıq. Amma bu mexanizm sanki hamısı var detalları. Bir nəfər lazım ki, beləcə işə salsın. Bax, bu adamı hardan tapaq gətirək? Biz əslində Elçin müəllim də, mən də komitə iclaslarında daim bu məsələləri dillə bağlı, ədəbiyyatımız, mədəniyyətimiz, kəsirlər, yəni bu məsələləri daim aktuallandırmışıq. Bugün sadəcə daha bir hərəkat səviyyəsində məncə gerçəkləşməlidir bu işlər və doğrudan da əməli təzahürləri ortaya qoyulmalıdır. Peki mənim, qanunvericilik səviyyəsində bu məsələlərlə bağlı boşluqlar kifayət qədər azdır. Bilirəm. Ola bilsin ki, hansısa çox kiçik məsələlər var, yeni çağırışlarla bağlı məqamlar var. Qənaətimə görə onları da qısa zaman ərzində qanunvericilik təşəbbüsü ilə çıxış edəcək hər hansı bir orqan problemi aradan qaldıra bilər. Bu həm dövlət dili haqqında qanuna aiddir, həm də digər analoji qanunlara aiddir. Boşluqlar daha çox məsələnin icra mexanizmindədir və düşünürəm ki, bu prosesdə təbii ki, dilçilik institutu deməli, aparıcı mövqedə dayanmalıdır. Amma təkcə dilçilik institutu dayanmalı deyil. Sizin dediyiniz bir məqam deməli, xatirimə mənim təxminən bir neçə il bundan öncə 2017-16-cı ildə bizim Təhsil Nazirliyi ilə Akademiya arasında tarixlə bağlı olan mübahisəyə gətirib çıxartdı. O vaxt mənim belə bir yazım var idi, amma təbii ki, rus sözündən istifadə etmişdim. Zadержава обидно. Məşhur ifadədən. Yəni, eyni təsisatlar, dövlət tərəfindən maliyyələşən təsisatlar bir-biri ilə oturub müzakirə aparmaq əvəzinə bunu mediada müzakirə edirlər. Azərbaycan prezidenti onu qeyd etdi. Bunu mediada müzakirə edirlər. Bu baxımdan da koordinasiya, əlaqələndirmə sürətlə həyata keçirilməlidir, ciddi şəkildə. Bilirsiniz, nədir Elçin müəllim problemi? Çox dəqiq deyirsiniz. Əvvəl bütün institutlar, elmi tədqiqat institutları akademiyanın tərkibində olanda akademiyanın bölmələri, nə bilim, humanitar bölmə və yaxud dəqiq bunlar var idi və bu bölmə redaktorları, vəzifələrin hamısı var, amma heç kim o vəzifələri icra eləmirdi. Buna görə dedilər ki, daha işlək mexanizm, institutların bir qismi keçdi Təhsil Nazirliyinə, Elm və Təhsil Nazirliyi oldu. İndi Elm və Təhsil Nazirliyi ayrı bir qurumdur, akademiya ayrı qurumdur. İndi ümumiyyətlə heç bir-birindən koordinasiyaları yoxdur. Bu məsələni Sovet dövrü mənim yadımdadır ki, Elm və Texnika Komitəsi var idi və bütün elmi nailiyyətlər, elmi işlərin hesabatı oraya gedirdi. O koordinasiyanı orada həyata keçirən şöbələr var idi, idarələr var idi, hər bir elm sahəsi üzrə. Bu dəqiqə mən bilirsiniz, həqiqətən hərdən verilişə tez ayın tarixinə baxıram ki, 2025-ciildəyik, yoxsa mənə elə gəlir. Biz bilirsiniz, 2001-ci ilin söhbətlərini eləyirik. Tamamilə doğrudur. Çox geri qalmışıq. Və Sabir demişkən, əcnəbilər seyrə artıq süni intellektlə çıxır. Biz hələ Google-da axtarış sistemində Azərbaycan dilini dəstəkləyə bilmirik. Görüşərik.